türkün nəğməsi də var, türkün dili də var. Bunları çox qarışdırırlar. Türkün nəğməsinin bir janrı var idimi müəllimlər? Xeyr, Türkün mənim yox nəğməsi. idi. Ay sağ olun. Yəni şərt deyil ki, onun mütləq şeirdirsə janrı olsun, mütləq janrı olmalıdır. Belə bir şey yoxdur. Yəni janrı olmayan şeirlər də mövcuddur. Türkün nəğməsi, gənclərə nəsihət və s. Eyni zamanda Əhməd Cavadda da keçdik. Azərbaycan bayrağına, Azərbaycan, Azərbaycan. Bunların da xüsusi bir janrı yox idi. Amma türkün dili qəzəldir. Bunun xüsusi bir janrı var. Bizim kitabımızda həmin qəzəl ixtisarla verilibdir. Onun əsl versiyasında səhv eləmirəmsə 15 beytdən ibarət olmalıdır. İndi deyirsiniz ki, axı müəllimə, biz keçmişik ki, qəzəlin qəzəlin həcmi 5-10 beyt olmalıdır. Bu 15 beytdir. Hə, ola bilər müəllimlər. Bəzən indi orta belə deyək, orta ölçü götürülüb ki, qəzəl 5-10 beyt olmalıdır. Amma bir də görürsüz ki, çox da ola bilər. Bu qəzəlin əsl versiyasında bizə ixtisarla verilib 15 beytdən ibarətdir. Yaxşı, belə sual verin. Bəli. MHM-də 12 beyt olduğu vurğulanır. Hə, ümumi 12. Bizim kitabımızda 11-ci sinif dərsliyinə əsaslanmalıyıq biz. 12 beyt verilib, amma tam versiyada bu 15 beytdən ibarətdir. İndi 3 beyti burada ixtisar olunubdur. Nəticə etibarilə 12 beyt deyil, 12 beyti bizə verilibdir. Diqqətli olun. Yaxşı, belə bir sual versəm ki sizə, bu qəzəlimiz rədifə görə əsaslandırılıb. Bu doğru fikirdirmi? Bəli, rədifi vardı. Rədifi var. Amma rədifə görə adlandırılıb desəm, yanlış olar. İndi mən rədifə görə adlandırılmır. Sadəcə rədifi var. Rədifi var. O heç. Deyir ki, bu qəzəlimizin olmaz rədifidir. Olmaz sözü qəzəlin rədifidir. Baxın, bəzən biz görürük ki, rədif həm də əsasən klassik ədəbiyyatda ümumiyyətlə şeirlər ya rədifə görə adlandırılır, ya da ki, birinci misraya görə. Məsələn, Badi Səbada nə gördük birinci misraya görə? Məni candan usandırdı birinci misraya görə. Amma söz qəzəli, ağrımaz, pəri, bunlar rədifə görə adlandırılmışdır. İndi türkün dili də burada ümumi əsas mövzuya görə, burada türk dilinin sıxışdırıldığı bir dövrdə yazıb, dilimizin zənginliyi, dilimizi təqdim etmək istəyib. Bax, bu əsasən belə deyək də, məzmunu bizə çatdırmaq istəyir əsərin adında. Rədifimiz isə olmazdı. Yaxşı, sonda müəllif öz təxəllüsünü işlədibdir. Özünə müraciət edib bəs? Bəli. Özünə müraciət yoxdur mənim. Yoxdur. Özünə müraciət yoxdur. Baxın, diqqətli olun. Çalışın ki, müəllimlər, qoşma olsun, qəzəl olsun. Bunun birinci və sonuncu bəndlərini, beytlərini əzbərləyəsiniz. Düzdür, ortadakılar ola bilər, həcm baxımından çoxdur, yadınızda qalmır və s. Ən azı sonuncunu və birincini yadda saxlayın. Həm qafiyə quruluşuna görə, həm daxili bölgünü, düzdür, əruzda bizə daxili lazım deyil, amma hecada daxili bölgü lazımdır. Daxili bölgünü tapmaq üçün, eyni zamanda sonda təxəllüs məsələsinə çox toxunurlar, rədif məsələsinə toxunurlar, zəngin qafiyə, tam qafiyə, bunlara toxunurlar. Bunu bilmək üçün ən azından şeirin əvvəlini və sonunu bilmək bizim üçün daha yaxşıdır. Burada nə deyirdi? Şəhriyarın, bu şəhriyarın təbi kimi çinməli çeşmə. Burada təxəllüs var. Amma özünə müraciət yoxdur. Diqqətli olun. Yaxşımı? Məsələn, Zakirdə də, yadınızdadır, Zakirin Durnalar şeiri, Zakirin Badi Səba, Zakirin əhvalın Xublar şahına, ağlaya-ağlaya dedin nə dedi, Badi Səbada. Sonra Zakiram ot tutub alışdı ciyər, orada vergül olmaz, o kitab deyildi. Sonra Vaqifin şeirlərində, Vaqif haqdan dilər lütfü kərəmlər, vallah belə yerdə qalan vallah vərəmlər. Hayf ki yoxdurdu da. Təxəllüs var, amma özünə müraciət yoxdur. Sonra pərinin özündə günəş təki hər çıxanda səhərdən alırsan Vaqifin əqlini sərdən. Görürsünüz, əsasən görürük ki, təxəllüs işlənir, özünə müraciət azdır. Məsələn, özünə müraciət Füzulinin söz qəzəlində var idi. Məni candan usandırdı da yox idi. Füzuli rindi şeydadır, həmişə xalqa rüsvadır. Sorun ki, bu nə sevdadır? Bu sevdadan usanmazmı? Amma söz qəzəlində ey Füzuli, gəl istərsən İzzətin az et sözün deyirdi.
orada özünə həm təxəllüsünü işlədirdi, həm də özünə müraciət edirdi. Yəni bu məsələlərdə, məqamlarda təxəllüsün işlənməsi, özünə müraciət məsələsində biraz ehtiyatlı olun. Bəs yaxşı, özündən başqa hansısa bir sənətkarımızın, ədəbiyyat nümayəndəmizin adını çəkirmi Şəhriyar? Bəli, Sabir. Aiz Sabirin adını çəkir və Sabir kimi deyir, süfrəli bir kişi, pəxil olmaz. Aha, indi burada müəllimlər, baxın, biz elə bilirik ki, bizim dilimizdə işlənən bəzən deyirik ki, hə, bu ərəb sözüdür, bu fars sözüdür və s. Deyir ki, nə oldu, elə çoxsu ərəb fars sözü oldu. Bizim öz sözlərimiz nə qədər azdır ki, görəsən bizim dilimizdə. Bax, bizdə ərəb fars sözləri olduğu qədər, ərəb farslarda da bizim sözlərimiz çoxdur. Çünki baxın, görürsünüz, bu qəzəlin özündə də müəllif deyir ki, fars şairləri də çox sözləri bizdən aparmış. Yəni, necə bizdə fars ərəb sözləri olduğu kimi, onlar da bizdən aparıblar. Sabir kimi bir süfrəli kişi pəxil olmaz. Yəni, bizim ümumiyyətlə türkləri, əslində Sabir deyir və türkləri ümumi bizim ədəbiyyatımızı, bizim dilimizi, tək dilimizi deyil, ədəbiyyatımızın da zənginliyini və ürəyə açıqlığını göstərir ki, yəni biz o məqamlara paxıllıq etmirik. Hamı bəhrələnə bilər, bunu diqqətə çatdırmaq istəyir. Yaxşı müəllimlər, deyin görün mənə, bu şeirin mövzusu. Mövzusu nədir Şəhla müəllimə? Bu qəzəlimizin mövzusu dedikdə. Mövzusu ana dilinə. Aha, türk dilimizin zənginliyi, türk dilimizin zənginliyini diqqətə çatdırmaq. Əsas dilimizlə bağlı olan məsələ, türk dilinlə bağlı olan məsələ. Bu şeiri yazanda Cənubi Azərbaycanda türk dilinə, ana dilinə qarşı münasibət məsələsi Tərgül müəllimə necə idi? Həmin dönəmlərdə şah rejimi dövründə ana dilində, yəni bizim Azərbaycan dilimizdə danışmaq qadağan edilmişdi. Ona görə ən çox yazıb, yəni bunu. Yəni bir növ etiraz olaraq. Aha, Aysan. Yəni türk dili bu dövrdə, həmin dövrdə sıxışdırılırdı. Türk dili, ana dili sıxışdırılırdı, qadağalar qoyulurdu və belə bir dövrdə bunu yazmaq çox çətin idi Pəhləvi rejimində. Neçənci ildə yazılmışdı bu qəzəl? Neçənci ildə yazılıbdı? 1969-cu ildə. Düzdür, bizim 11-ci sinif kitabında yoxdur, səhv eləmirəmsə təhlildə bu. Yoxdursa düşməz, amma yadımızda saxlayaq, o təxmini tarixi hadisə ilə bağlı, Pəhləvilər rejimi ilə bağlıdır. Burada bəs bir dəqiqə baxım görüm dərsdə kimlər var. Elmira müəllimə, deyin görək, burada şair mövzu dedik dilimizdir. Bəs burada təkcə bizim dilimizin zənginliyi məsələsinə mi toxunur sənətkarımız? Ancaq dilimizin zənginliyi məsələsinə mi toxunulur? Eyni zamanda bizim ədəbiyyatımızın zənginliyinə də toxunulur, düzdürmü? Ədəbiyyatımızın zənginliyinə də. Aysan, orada belə bir ifadə var, deyir, türkün folkloru dünyada təkdir. Yəni bizim şifahi xalq ədəbiyyatımız, folklorumuz, ədəbiyyatımızın zənginliyinə görə bizim ədəbiyyatımız dünyada təkdir. Yəni təkcə dilimizin yox, eyni zamanda ədəbiyyatımızın zənginliyinə də toxunulur. Əhməd Cavadın şeirində var idi, Azərbaycan şeirində. Deyirdi, çoxlu şirin dastanım var. Burada da ədəbiyyatımızın zənginliyi məsələsidir, ədəbiyyatımızla bağlı olan məqamdır. Bu, burada da folklorumuzun zənginliyindən danışır, dilimizlə yanaşı. Yadda saxlayın bu məqamı da. Sonra nə deyərik burada? Yaxşı, burada rədifimizi dedik. Şeir şəkli nədir müəllimlər? Qəzəlin şeir şəkli necə olur? Şeir ikilikdir. Aysan, şeir şəkli. Aysan, şeir vahidi desək, şeir vahidi nədir? Beyt. Aysan, şeir vahidi isə qəzəldə, qəsidədə, qitədə, məsnəvidə şeir vahidləri beytdir. Tamamilə doğrudur. Qafiyə məsələsi də məlum məsələdir. Qəzəlin qafiyəsi A, B, Aysa olur. Bəs qafiyəmizin zənginliyi, yoxsulluğu məsələsinə gəlsək, müəllimlər, burada qafiyə sizcə zəngin qafiyədir, yoxsa yoxsul qafiyə?
Zəngindir yoxsa yoxsuldur sizcə? Zəngin qafiyə. Çünki 2 H-dir. Çox. Əsasən zəngin Zəngin qafiyə qafiyə daha deyirik. çoxdur. Düzdür, orada yoxsul da var, amma əsasən əksər beytlərdə istifadə olunan qafiyəmiz zəngin qafiyədir. Bu formada yadımızda saxlayaq. Yaxşı, burada hər hansı bir şifahi xalq ədəbiyyatının nümunəsi verilibmi? Şifahi xalq ədəbiyyatından bir nümunə verilibmi bizə? Folklor məsələlərimizin adı çəkilir. Aha, nədir? Deyir. Nə deyir orada? Xan mitini. Ay, sağ olun. Deyir ki, folklorumuzun təkliyindən deyir. Sonra deyir, xan yorğanı kənd içrə məsəldir, mitil olmaz. Deməli, nə verilir? Məsəllər verilir, düzdürmü? Məsəl verilir. Atalar sözləri, məsəllər. Şifahi xalq ədəbiyyatımızdan bir nümunə verilir. Eyni zamanda Heydər Babaya Salamda da biz şifahi xalq ədəbiyyatımızdan hər hansı bir nümunəni görürdükmü? Çoban qaytar qızını. Ay sağ olun. Mahnımız var idi, düzdürmü? Səngilisin yeyəndə nağılımızın adı var idi. Nağılın adı. Ay sağ olun. Yəni şifahi xalq ədəbiyyatı Bayramla bağlı, Novruz bayramından bağlı orada var. Ay sağ, onlar da var, onlar da toxunacaq. Janr məsələsinə gəldikdə, bax şifahi xalq ədəbiyyatının janrından istifadə olunubmu desə, deyərik hər ikisində. Qəzəldə də var, poemada da var. Burada məsəldən istifadə edilib, orada nağıldır, mahnıdır. İndi ora gələndə onları da xüsusilə qeyd edəcəyik. Yaxşı. İndi gələk burada bir-bir beytlərimizi təhlil eləməyə. Türkün dilini necə dil adlandırılır? Türkün dili necə dil adlandırılır? İstəklidir. Ay sağ olun. Dünyada deyir, Türkün dili də istəkli və sevgili dil olmaz. Bəs yaxşı, bu dilə nə qatsaq bu dil öz əsilliyini itirər? Başqa dillərdən hər hansı bir sözləri qatsaq, bu öz əsilliyini itirər. Əsilliyini itirər. Aha, özünün belə deyək, tamlığını, öz əsl Azərbaycan sözləri, əsl Azərbaycan dilinin mahiyyəti itmiş olar. Bunu demək istəyir. Yaxşı, Ülkər müəllimə, burada deyir, öz ləfzini farsa, ərəbə qatmasa şair. Ləfz deyəndə nəyi nəzərdə tutur? Öz ləfzini ərəbə, farsa qatmasa şair. Ay sağ ol. Yəni deyir, şairlər, aha, izah edin mənə. Nə deyir orada? Yəni öz dilinə alınma sözlərdən qatmağını. Ay sağ ol. Şair deyir, bu alınma sözlərdən dilimizə qatmasa, şeir, onun şeirini oxuyanlar, dinləyənlər deyir, kəsil olmaz. Kəsil nə deməkdir? Yəni anlayarlar. Kəm kəsir qalmaqdır. Anlamadım. Mənə çatmadı da nə demək istədi. Yəni deyir ki, tam o fikri nə demək istədiyi, şairin nə demək istədiyi, sənətkarın nə demək istədiyi qarşısındakı insana aydın şəkildə məlum olmuş olar. Yaxşı, sonra baxaq yoldaşlarımızdan bir saniyə. Vəfa müəllimə. Vəfa müəllimə, şeirdə gərək nə olsun? Şeirə gərək nə qarışsın? Şeirə gərək deyir, ehsas qarışsın. Ehsas nə Ehsas da ehsas, diqqət nə duyma, deməkdir? hiss etmə Aysa, qabiliyyəti. duyğular, hisslər. O qədər duyğu ilə yazasan ki, deyir, yəni duyğuların şeirdə o qədər açıq-aşkar hiss olunsun ki. Aysa. Riqqət nədir bəs, yoldaşlar? Riqqət. Bu 6-cı sinif lüğətində də var idi bu söz, riqqət. Deyə bilərsiniz. Ay sağ olun. Ürək yumşaqlığı da deyə bilərsiniz. Ay sağ olun. Tamam, doğrudur. Yəni şairin yazdığı duyğudan deyir təsirlənəsən gərək. Ay sağ, o hissləri, o duyğuları deyir. Gərək şeir olsun ki, o duyğular, hisslər vasitəsilə insana təsir etməyi bacarsın. Təsir edir. O deyir, kənd əhli bilir ki, doşabsız xəsil olmaz. Bax, burada mənlər belə bir şey eləyibdi, belə bir şey eləyib sənətkar. Doşabsız xəsil, doşab yəni bir yemək növüdür, xəmirlə bişirilir. Ay sağ olun, yəqin hamı bilir ki, bu unla, su ilə bişirilən belə tutumlu bir xəmir yeməyidir. Keçmişdə daha çox istifadə edilirdi. Duşab yox.
Yox, doşab deyirəm. Doşab o deyildi. Doşab şeydi. Bəhməzdir. Hə, xəşil. Xəşil o unla bişirilən yemək idi. Aha, o xəşil xaşıl deyirlər bəzi dialektlərdə, amma ədəbi dildə də ona xəşil deyirlər. Burada doşabı elə bil ki, burada duyğunu, hissi doşabla müqayisə edir. Belə deyim, müqayisə edir yox, daha doğrusu bənzədir. Şairin sözlərini də, xəşil adlandırır. Nətəri deyir ki, xəşili fərqli yeyirlər də, hər bölgədə də fərqlidir. Südlə yeyənlər var, eşitmişdim. Sonra şəkər tozunla var, balla yeyənlər var, yağla yeyənlər var. Amma o bir növdə belə deyim də, faydalı yeməkdir deyə onu doşabla yeyirlər ki, daha da insana təsiri, faydası, qüvvətli, tutumluluğu, immunitet üçün daha yaxşı olsun. Ona görə deyir ki, necə kənd əhalisi bilir ki, yəni xəşili doşabla, bəhməzlə istifadə etməlisən, eləcə də bu şairin də şeirlərində duyğu olmalıdır. Elə bil burada bir bənzətmədən müəllif istifadə etmişdi. Yaxşı, bir də burada yenə ipək qəzil məsələsi var. Orada nə demək istəyirdi? Baxım görüm kimə sual verməmişəm. Billurə müəllimə. Burada ipək qəzil məsələsi var. İpəkdən qəzil olmaz. Həmin beytdə müəllif nə demək istəyir ki? Deyir ki, oğlum deyir, mən deyir diqqətlə dinlədi. Aha. İpəkdən kesinlikle olmaz. Keçid ki, olmadığı ki, məndən də zalım qisasçı olmaz deyir. Yəni özünü ipəyə bənzədir. Aha, bəli, tamamilə doğrudur. Yəni burada da bir bənzətmənin şahidi olur. Görürsüz, beytlər arasında bir bənzətmələr var. Yaxşı, burada quşlardan hansı quşun adı çəkilir? Bülbül. Bülbülün adı çəkilir. Bülbülün adı Dəhnamədə Bahariyə hissəsində var idimi? Bəli. Ay sağ olun. Sifat-i Hicran oxuyurdu Bülbül. Yadınızdadır? Sifat-i Hicran. Aha, ayrılıq nəğməsini oxuyurdu. Burada da Bülbülü deyir, necə ki qəfəsin içinə salırsan, o oxumaz. Onun yeri haradır? Onun yeri dağdır, daşdır. Yəni əslində dağ daş yox da güllük, çiçəklik yer. Azadlığı sevir də o quş. Yəni öz sevgilisinin başında fırlanmağı, azadlıqda olmağı sevir. Onu deyir, bir qəlibə salsan, onu bir qəfəsə salsan deyir, o oxumaz, ötməz. Buna bağlı bir rəvayət də verir. Şah qəfəsə saldırır bülbülü, oxumur. Sonra buraxır, gedir oxuyur. Yaxşı, burada dağ daşda doğulmuş dəli ceyran həmil olmaz ifadəsini necə izah edə bilərik müəllimlər? Bunu fərqli izah edənlər var. Sizcə? Dağda daşda doğulmuş dəli ceyran deyir, hamilə olmaz. Həmil yumuşaq hamilə sabit olmaz da. Müəllimə, o da demək istəyir ki, yəni dağda daşda çöldə böyüyəndən, yəni həlim bir ceyran olmaz da, sakit təbiətli. Bunu hamilə mənasında da izah edənlər olur, düzdür müəllimlər. Amma burada bu mənada deyil. Bu o mənadadır ki, yəni dağda daşda doğulan bir ceyran sakit olmaz. Yəni o çətinliyi görübdür. O yumşaq olmaz, sakit olmaz, yumşaq təbiətli olmaz. Dağ daş bir var, belə deyim, ev uşağı, evdə böyüyən uşaq. Bir də var ki, belə deyim də, biraz nəzarət eləmirsən, uşaq öz başına böyüyür. Bir də o uşaq, indi fərqini belə deyək də, bu cür izah eləyə bilərik. Bax, burada deyir ki, həmin o dağda, daşda deyir, doğulan deyir, dəli ceyran deyir, sakit, yumşaq təbiətli, sakit xasiyyətli deyir, olmaz deyir. Burada hamilə mənası biraz düzdür. Bir neçə müəllim onu deyir, amma mən razılaşmıram. Gəncə Qədirlinin kitabında o sözlərin ən sonunda veribdi hamısının tərcüməsini. Orada həmilə, hamilə, boylu veribdi, amma MHŞM-də həmilə, sakit, yumşaq xasiyyətli veribdi. Mən də MHŞM-dən razıyam. Səhv eləmirəmsə, deyəsən ERM də bunu hamilə veribdi. Yox. Bu
hamilə Gönçə mənasındadır. Qədirlinin kitabından da Hə, var. Mən ikisindən də bilirəm. düzdür. O bir neçə müəllim onu o cür izah eləyir, təlimçiləri deyirəm nəzərdə tuturam, amma o məna ilə mən razı deyiləm. Çünki o məna çıxmır burdan. Burada həm də həmin sözünün mənası da ümumiyyətlə, həmin sözünün mənası da sakit, yumşaq təbiətli bu mənanı ifadə edir. Yəni o mənaya keçək növbəti beytimizi bizə təhlil eləsin kim yoldaşlarımızdan? Aynura müəllimə. Aynura müəllimə, ümumiyyətlə necə sözlər işlədilməlidir ki, və yaxud necə sözlər işlədilməlidir ki, tam anlaşılır olsun? Yazan sənətkar nə etməlidir ki, həmin sözlər hamı tərəfindən başa düşülən olsun, aydın olsun, dildə yersiz sözlər çox olmasın. Cəvahir sözlər də cəvahir kimi Deməli sözü nəyə bənzədir? Sözü cəvahirə bənzədir. Əzəldən deyir, sözlər cəvahir kimidir. Sonra nə deyir müəllim? Sözləri deyir, düzgün seçib yazsalar, bu qədər zirzibil olmaz. Yəni zirzibil deyəndə o nəyi nəzərdə tutur? Şeirlərdə aydın olmayan ifadələr, anlaşılmayan ifadələr olmaz. Yəni söz deyir əslində cəvahir kimidir. Sözü düzgün yerində istifadə etmək lazımdır. Sözlə bağlı Füzulinin də qəzəli var idi. Yadımızdadır söz qəzəli. Bax orada sözlə bağlı müəyyən məsələlərə toxunmuşdu. Burada da müəllif sözü cəvahirə bənzədir. Orada xəzinədara bənzədilmişdi və s. İndi yenə təkrar edəcəyik. Burada da deyir, söz cəvahirdir. Gərək o sözdən istifadə edən o sözün qədrini bilsin və doğru düzgün yerində işlətsin ki, qarşısındakı üçün həmin şeir aydın anlaşılır olsun, bir zirzibil kimi hardasa qalmasın, istifadə olunan olsun. Yaxşı, əsl şair necə olmalıdır? Sualına cavab verirmi Fidan müəllimə müəllif? Əsl şair necə olmalıdır? Şair ümumiyyətlə necə olmalıdır? Bəli, müəllimə də orada deyir ki, şair ola bilməzsən, anan doğmasa şair. Ay, sağ olun. Aha, yəni deyir, şair əslində anadan şair doğulmalıdır, düzdürmü? Aha, o fitri istedad, belə deyək, sənin qanında, canında olmalıdır. Sonradan deyir o olan bir şey deyil. Həqiqətən insan maraq sahəsi hara olursa, o sahə üzrə daha yaxşı inkişaf edə bilir. Missən deyir, abalam, hər sarı köynək qızıl olmaz. Buradakı müəllimə abalamı xitab götürə bilərik? Hə, abalam xitabdır, bəli. Deməli, kitab var, amma özünə yox, abalam. Hər iki tərəfindən vergül qoyulmağı birim kitabın ortada gəlməsinə görədir. Hə, hər iki tərəfindən vergül qoymaq kitabın ortada gəlməsinə görədir, bəli. Deyirsən, zənn eləmə ki, hər sarı köynək, hər parıldayan sarı rəngdə olan qızıl olmaz. Mis də sarı rəngdədir, ona qalsa. Yəni, burada demək istəyir ki, şair çoxdur. O qədər şair var ki, amma onların hamısını, demək olar, Fəxriyyə kimi də demək olar. Necə Xaqani deyir, sənətdə tək olan bu Xaqanidən gəlincə mənalı fikir eşitsən. Burada da deyir, yəni mən əslində anadan, ümumiyyətlə, şair əslində deyir, anadan deyir, şair də olmalıdır. O qızıldır. Amma deyir, indi çoxdur da, şairlər çoxdur. Anadan şair doğulmayanlar da misə bənzədir sanki sənətkar. Belə qeyd edə bilərik. Yaxşı, bəs insan necə olmalıdır? Bunun sanki bir açıqlamasını verirmi bizə Həmidə müəllimə ki, insan bax bu cür olmalıdır. Şairi dedik. Şair belə olmalı. Bəs insan necə olmalıdır? Bu fikrin açıqlamasını verirmi müəllif bizə? Bəli, deyir ki, zəlil xalqın əlindən tutsun. Yəni insan odur. Deyir ki, insan odur ki, zəlil xalqın əlindən. Ay, sağ olun. Bəli, tamamilə doğrudur. Yəni insan belə deyək, qəlbində insani hissləri olan birisi, xalq nə vəziyyətdə qalıbdır bu dövrdə? Xalq bir zəlil vəziyyətdədir, çox pis vəziyyətdədir. Yəni bu xalqın deyir, əlindən tutsun, Allahı sevirsə, qəlbində bir hiss, humanistlik varsa, Allah sevgisi varsa, bu yazıq cəmaatın, zəlil cəmaatın xalqın əlindən tutar. Yaxşı, və bunlar əlindən tutar, insanlar əlindən tutar, insanlar
ümumiyyətlə xalqın, dövlətin, millətin qədrini bilsələr deyir, bu uşaqların vəziyyəti də yaxşı olar. Uşaqlar deyir, arıqlayıb deyir, çöpə dönməzlər deyir. Uşaqların vəziyyəti də yaxşı olar, kimsə onların əlindən tutmuş olar. Və ərbablarımızda bu qarınlar təbil olmaz. Ərbablar kimlər idi? Yiyə sahib. Yəni Ağalar, o sahiblər, varlı ağalar. ağalar, sahibkarlar var idi. Ərbablar bax onlar idi. Bu ərbablarda deyir, bu qədər qarınlar deyir, təbil olmaz. Yəni yeməkdən bunların qarınları toxdur, qarınları şişibdir. Amma bu uşaqlar da deyir, nəyə dönüblər? Çöpə dönüblər. Burada bir təzadlıq yaradıb. Onların qarnı toxdur, amma uşaqlar arıqlayıb çöpə dönüblər. Və bu millət qəmi çəkmək məsələsi Cəfər Cabbarlının şeirlərində də var idi. O satirik şeirlərində satirik tənqid hədəfinə tutduqları kimlər idi? Nazlı Nigarına qəzəl yazanlar, millətin qəmini çəkməyən ziyalılar. Yəni burada da müəllif onu demək istəyir ki, millətin qəmini çəkən insan olmalıdır. Bu zəlil vəziyyətə düşmüş xalqın əlindən tutan olmalıdır ki, bu uşaqların gələcəyi var, bu bizim gələcəyimiz var. Bu uşaqlar bu vəziyyətdə olmasınlar. Yaxşı dedik, Sabirin adını çəkdi, o beyti də təhlil elədik. Bəli. Bizim sualınız var. Sonra burada dedik ki, bir folklorumuzdan məsələlərdən də nümunə gətirdi ki, Türkün folkloru ümumiyyətlə dünyada təkdir. Xan yorğanı kəndiçrə, məsəldir, mitil olmaz. Yəni burada məlum məsələdir. Mitil köhnəlmiş, pis vəziyyətə düşmüş yorğandan söhbət gedir. Üzü başı cırılmış, içərisində olan yunu çox pis vəziyyətdə olan, mitil vəziyyətdə olan köhnə təbii ki, xanın da yorğanı mitil olası deyil ki, onların yorğanı daha yaxşı bahalı olmalıdır. Əkinçidə gördük, Sabirin Əkinçisi şeirində necə müqayisə eləyirdi orada ki, sən heyvansan, heyvan kimi ömür sürmüsən, sən bilməzsən, bizim naharımız bu, məzəmiz bu, keyfimiz bu, müqayisə eləyirdi. Yaxşı. Müəllim. Bəli. Bu ifadə deyirik məsəldir də. Bəs hər sarı köynək qızıl olmaz, ipək qəzil olmaz. Bunlar nədir? Hər sarı köynək qızıl olmaz. Bax, bunu da çox işlədirlər müəllimə, hər sarı köynək. İpək qəzil olmazdı, düzdür, çox eşitməmişəm ki, bir məsəl kimi işlədiblər. Amma sarı köynək qızıl olmaz ifadəsi mən də uşaqlıqdan bəri çox eşitmişəm. Ayson, hər parıldayan qızıl olmaz, hər sarı köynək qızıl olmaz. Bax, bu da məsəldir. Mən çox eşitmişdim bu ifadəni. Bu da məncə məsəldir. Düzdür, qeyd olunmur təhlillərdə və s. amma böyük ehtimal ki, bu da məsəldir. Verilən bir məsələlərdəndir. Amma o ipəkdən qəzil olmazı düzü folklor nümunəsi olduğunu tam deyə bilmərəm ki, folklor nümunəsi. Sarı köynəklə amma bu birisi mitil, yorğanın mitil olması olmaz məsələsi bu məsəldir. Sonra sonuncu beytdə qeyd etdik ki, öz təxəllüsünü işlətmişdi və özünə müraciət etməmiş. Sonuncu bəndi Şəhla müəllimə mənə izah edə bilərsinizmi? Nə demək istəyir sənətkar sonuncu bənddə? Nə bilirəm. Çıxacaq heç olmadan. Öz təbini qaynayan çeşməyə, qaynayan bulağa bənzədir özünü. Öz təbini, tamamilə doğrudur. Öz təbini bir çimməli çeşməyə bənzədir. Yəni burada bir bənzətmə var. Çeşmə bulaqdır da, yerdən qaynayan bulaqdır. Bəli. Və deyir, Kövsər ola bilsə, demirəm, səlsəbil olmaz. Burada Kövsər ola bilsə, bir saniyə ondan çıxdı. Kövsər də qiymətli sudur. Kövsər də cənnətdə olan sudur, səlsəbildə. Ayson, müqəddəs torpaqlarda, cənnətdə, belə deyək, cənnətdəki sudur. İnanclara görə cənnətdəki sudur. Səlsəbil də eyni zamanda Kövsər də. Kövsər ola bilsə, demirəm, səlsəbil olmaz. Burada da bir növ özü... Kövsər Məkkədəki sudur deyəsən. Kövsər Məkkədə olan sudur, amma səlsəbil cənnətdə olan sudur. Səlsəbil cənnətdəki sudur. Kövsər Məkkədəki sudur, bəli.
Kövsər ola bilsə də deyir, səlsəbil olmaz. Yəni cənnətdəki su ola bilməz. Bu mənada qeyd etmişdi. Yaxşı müəllimlər, başqa burada toxunmadığımız bir şey qaldımı? Xeyr, hər bir hissəsinə toxunduq, təhlilimizi etdik. Həm məzmun baxımından, həm forma baxımından təhlil etmiş olduq. Yaxşı, qəzəl bir dənə vəzn məsələsini demədik. Təbii ki, qəzəldirsə, hansı vəzndə yazılıbdır? Əruz vəznində yazılıb, düzdürmü? Hansısa bir bəhri qeyd olunurmu ki, əruzun hansısa bəhrində yazılıb? Yoxdur müəllim. Xüsusi bir bəhri yoxdur. Yaxşı, belə.